Salam, hörmətli əməkdaşlar. Hər birinizi xoş gördük. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, diyetoloq və nutrisioloq kimi fəaliyyət göstərirəm. Sabira Wellness şirkətində təlimçi ekspert kimi çalışırıq və hər həftə bizim fərqli mövzularda təlimlərimiz olur. Bugünkü mövzumuz da çox bir maraqlı bir mövzuya toxunacaq. Əlbəttə ki, bu mövzu da təsadüfi seçilməyibdir. Çünki hər birinizin dəfələrlə olubdur ki, bu mövzuda çətinliyiniz olub, suallarınız yaranıbdır. Və xüsusilə seçməyimizin məqsədi ondan ibarətdir ki, çünki insanlara bir dəri tövsiyəsi verəndə, bəli, hər kəs deyir ki, dərini nəmləndirmək lazımdır, dəri baryerini qorumalıyıq, SPF istifadə etməliyik. Lakin burada bir belə sual yaranır. Ə, Biz hər kəsə eyni məhsulmu tövsiyə etməliyik? Və bu sualı bu günləri bir yerdə sizlərə cavablayacağım. Çünki hər yaşda dəri mexanizmi fərqli olur və bu mexanizmində əgər biz düzgün yönləndirməsək, istədiyimiz nəticəni ala bilmirik. Və xüsusilə də son zamanlar insanların ə, aktiv maddələr həddən artıq çox, yəni populyarlaşıbdır. Ya insanlar da maariflənir, xüsusilə qadınlar istədiyi məhsulları alırlar, lakin burada istədiyi nəticə olmur. Və dəri baxımın strategiyası da burada fərqlidir. Çünki yaşla bağlı dəridə baş verən struktur dəyişikliklər var. Əgər biz bunu nəzərə almasaq, buna uyğun qruplara, uyğun rejimlərdə baxım etməsək, biz dərimizi istədiyimiz kimi qoruya bilmərik. Və ona görə də xüsusilə önəmlidir ki, biz dərimizin yaşına uyğun məhsullar seçək. Və xüsusilə burada bunu da vurğulamaq istəyirəm ki, bəzən olur ki, bəli, məsəl üçün eyni yaş kateqoriyasına malik olan insanların dəriləri fərqli olur. Əlbəttə ki, bu xronoloji yaşdır, bir də var bioloji yaş. Bunlar tamam fərqli bir şeylərdir. Bunların haqqında da bu günləri sizinlə danışacağıq. Demək, dərinin ilk növbədə qocalma mexanizminə baxacağıq. Dərimizin bəzən olur ki, insanlar qocalmasını sadəcə estetika ilə bağlayır, lakin bu bizim özümüzün dərimizin biologiyası var və bunu anlamaq hər bir kəs üçün çox önəmlidir. Əgər biz bunu anlamasaq, düzgün yönləndirməsək və istədiyimiz aktiv maddədən nəticə almaya bilərik. Və mexanizmə gəldikdə dərinin xronoloji və genetik səbəbdən dəyişməsi var. Bir də eksogen, yəni xarici mühitin bizə təsir elədiyi faktorlar var. Və bunları biz mütləq düzgün qiymətləndirməliyik. Və ona görə bizə müraciət edən insanlarda ilk olaraq onun həyat tərzi, məsəl üçün gün ərzində etdiyi istifadə etdiyi məhsullar və onun yuxu rejimi, bunlar hər biri çox önəmlidir. Dərimizin demək xronoloji dəyişimi bizim yaşımızla bağlı olur ki, yaş artdıkca kollagen azalır, elastin lifləri boşalmağa başlayır, dəri yenilənməsi başlayır yavaş-yavaş uzun müddətli baş verməyə. Bu, yəni dərimizin təbii bioloji halıdır. Və əlbəttə ki, biz bunu biraz da ləngidə bilərik və daha da yaxşı edə bilərik. Lakin bir də var xarici, yəni ətraf mühitin bizə təsir etdiyi faktorlar. Bunlar əlbəttə ki, ilk növbədə günəş şüalarıdır. Bizim yediyimiz qidalar da buna daxildir. Bundan əlavə siqaret tüstüsüdür. Kimsə ola bilər ki, bir siqaret çəkmir, lakin elə bir mühitdədir ki, daim o siqaret tüstüsünə məruz qalır. Bunlar hər biri, hətta belə deyərdim ki, son zamanlar havaların isti keçməyi, kondisionerdən çox istifadə etmək, bu da bizim xarici faktorlardır ki, bizim dərimizə təsir edir. Və ona görə yanaşma mütləqdir ki, necə olmalıdır? Dərinin nəyə məruz qaldığını mütləq hər kəs bilməlidir, yəni anlamalıdır. Və ondan sonra artıq biz bunu anlayırıqsa da və bizim dərimizə yanaşmamız da fərqli olmalıdır. Və ilk öncə gəlin baxaq 30 yaşda dəridə nə baş verir və bu zaman biz nə etməliyik? 30 yaşda başlayır, demək incə xətlər görünməyə başlayır. Bu nə ilə əlaqəlidir?
Əslində qocalma hər kəsə mən deyirəm ki, 25 yaşdan sonra başlayır. Bəzən olur ki, insanlar bunu səhv başa düşür. Hətta bu bizim daxilimizdə də belədir. Yəni 25 yaşdan sonra bizim dərimizdə başlayır kollagen itkisi ilə təxminən 1% azalmağa. Əslində bir 10 ildən sonra nə qədər biz kollagen sintezinin azalmasına məruz qalırıq, yəni özünüz də hesablaya bilərsiniz. Ə, Bu ilk növbədə, yəni kollagen itkisi hər kəs bilməlidir ki, 25 yaşdan sonra başlayır azalmağa. Və ən önəmli nədir? Yenilənmə. Yəni normalda epidermis, yəni dərimizin üst qatında, yəni epidermis hissəsində hüceyrələrin təbii soyulması, yəni yenilənməsi 28 gündən bir baş verir. Lakin 25-30 yaşdan sonra 35-40 günə qədər bu uzanır. Və bu uzananda da əlbəttə ki, burada dəri bariyerində pozulma, yəni ölü hüceyrələrin daha dəridə çox qalması, bu da bizim bariyerimizə zərər verir. Və bu yaşda artıq kollagen sintezi azaldığına görə və digər faktorlar da bizə təsir edirsə də, bunlar başlayır ağız ətrafında, göz çevrəsində yavaş-yavaş incə xətlərin əmələ gəlməsinə. Xüsusilə dəri tonu bu yaşda çox fərqli olur. Əgər şəhərin stressi, yenə deyirəm, ümumiyyətlə bu son zamanlar kondisionerdən çox istifadə etməyimiz, yəni dərimizin həddindən artıq quruması, ultrabənövşəyi şüalara məruz qalmamız, bunlar hər biri gətirir bizim dərimizin matlaşmasına çıxarır. Yəni ümumiyyətlə biz bilməliyik ki, 25-30 yaşdan sonra proses nədir? Proses nə oldu? Kollagenin 1% azalması, yenilənmənin yavaş-yavaş uzanması, mimik qırışların artıq bu zaman elastikliyi, yəni elastin liflərinin zəifləməsi və dəri tonuda yavaş-yavaş matlaşması bu devirdə başlayır. Və ona görə də biz burada ilk növbədə nəyə fikir verməliyik ki, biz burada qoruma. Yəni bu yaşda biz bizə müraciət edən insanlar, biz özümüz də dərimizi sadəcə qorumalıyıq. Yəni ən çox fokuslanacağımız istiqamət budur. Və qoruma dedikdə, əlbəttə ki, bizim ələrin ağlına ilk gələn SPF-dir. Niyə SPF bu yaşlarda çox önəmlidir? Hansı ki, yaş artdıqca biz digər bir proseslərlə üzləşməyək, məsəl üçün pigmentasiya ilə üzləşməyək, dəri qocalması sürətli baş verməsin, bu dəri tonunun fərqliliyini artıq bir 5-6 ildən sonra yaşamayaq deyə bu yaşda biz qoruma funksiyasına yönəlməliyik. Qoruma funksiyasında da ilk məhsul bizim SPF olmalıdır. Çünki erkən yaşlanma 80% həmin bu ultrabənövşəyi şüalar nəticəsi ilə bağlı olduğu üçün artıq bu sübuta da yetibdir. Yəni dermatoloqlar tərəfindən təsdiq də olunubdur. Araşdırmalar artıq sübut edir ki, dərinin qocalmasına səbəb olan ilk faktorlardan biri ultrabənövşəyi şüalardır. Və ona görə SPF bu yaşda çox önəmli bir məhsul olmalıdır. Biz dedik ki, qoruma olmalıdır. Qoruma nə ilə olmalıdır? Tərkibində antioksidantlar olan bir məhsullar seçməliyik ki, dəri qoruma funksiyasını daha da güclü şəkildə yerinə yetirsin. Və bilirsiniz ki, şirkətdə yeni məhsul, yəni seriya olaraq gəlibdir ki, hansı ki, bu Sabiran kod seriyasından tanınır. Bu məhsulun tərkibində ən güclü antioksidantlar bir aradadır. Məhsulu məsəl üçün daha da güclü etmək üçün bu haqqda da danışmışıq. Yenə də təkrar edək ki, vitamin C var və qırmızı yosundan ibarət güclü antioksidant var. Bundan əlavə ferul turşusu var. Bu da həmin o vitamin C-nin uzun müddətli olmasına gətirir, çıxardır. Yəni ən güclü antioksidantlar bu məhsulların tərkibində, yəni bu seriyanın tərkibində birləşibdir. Və xüsusilə biz qorumadan danışırıqsa da, bu əlbəttə ki, səhər-axşam rutinində olmalıdır və əgər biz dərimizi səhər-axşam, gündüz, yəni gün ərzində bu seriya ilə dərimizi sərbəst radikallardan qoruyub neytrallaşdırsaq və biz gələcəkdə həm kollagenin sintezinin azalmasına, həm pigmentasiyanı önləyə bilirik. Və ona görə də bizim bu yaşda əsas məqsədimiz dərimizi qorumaqdır xüsusilə. 40 yaşda nə baş verir? Gəlin baxaq. 40 yaşda demək olar ki, bir kritik bir devirdir. Bu yaşda elastiklik azalmağa başlayır. Baxın, şəkildə də göründüyü kimi, əslində bu bizim 20 yaşlarımızdır. Bu orta artıq demək olar ki, birdən kollagenin sintezinin aşağı düşməsidir.
Yəni burada dermis hissəsi. Baxın, burada da göstərirəm, görə bilərsiniz. Bu bizim epidermisimizdir. Görürsünüz, bu epidermisdir, bu dermisdir. Fibrosatlar, kollagen, demək, elastin lifləri hər biri dermis hissəsində olur. 20 yaşda görürsünüz bunlar necə sıxdılar bir-birindən. Dəri çox hamar, elastikli, sıx şəkildədir. Artıq 40 yaşlarında nə baş verir? 40 yaşlarında bunlarda nəzilmə başlayır, yəni boşalma başlayır və dəri artıq özünü yəni 20 yaşlardakı kimi görsənə bilmir. Burada da gördüyünüz kimi daha yaxından burada şəkil qoymuşam, görə bilərsiniz. Məsəl üçün bir 10 il ərzində bizim baxın fibrosatlarımızda necə qırılma gedir. Bəzən deyirlər ki, məsəl üçün həddindən artıq çox qırışmış, dəri artıq elastikliyini itirmiş. Yəni birdən biz 20 yaşlardakı kimi görsənə bilmirik. Çünki biz vaxtında 25-30 yaşlarında artıq dərimizə müdaxilə etməliyik ki, yəni baxın, bu kollagen lifləri bu vəziyyətə gəlməsin. Yəni bu vəziyyətə gəldikdə artıq bunu bərpa etmək çox çətinləşir, bəzən olur geri qayıtmaq olmur. 40 yaşlarında demək bu dermisdə, baxın bu hissədə bu elastin lifləri parçalanır və parçalandıqda da elastiklik, dəridə elastiklik zəifləyir. Və xüsusilə 40 yaşlarda pigmentasiya daha biruzə olur. Əslində pigmentasiyanı demək lazım deyil ki, məsələn bizim 40 yaşımız var, artıq biz pigmentasiyaya meylik yox. Bunlar əslində 25-30 yaşlarında illər ərzində toplanmış bir prosesdir ki, 40 yaşında artıq bu biruzə verir. Yəni dərimizin üst qatında biz onu görə bilirik. Ləkələri çox aydın görə bilirik. Və ona görə 40 yaşında mənim üzümə ləkə düşdü, yəni bu bir anda baş vermir. Bu yəni illərin yığılma nəticəsində baş verən bir prosesdir. Artıq burada burun, dodaq, alın xətləri, yəni dərin mimik qırışlar meydana çıxmağa başlayır. Çünki elastin lifləri həddən artıq boşalmış olur. Və xüsusilə burada nə olur? Lipid sintezinin azalması. Lipid nədir? Baxın, görürsünüz burada dərimizin üst qatı hamardır. Burada lipid olmadığı üçün, yəni dərinin üst qatında bir-birinə birləşən lipid qatı, yəni bir-birini saxlayan lipid qatı çox azalır deyə və dəri burada həm qurulur, həm ümumiyyətlə dəri bariyerində pozulma gedir. Və bu şəkildə olan dəridə nəmini saxlaya bilmir. Və bu 40 yaşlarda biz nə etməliyik? Xüsusilə biz burada demək qoruma da olunmalıdır. Biz dedik ki 25-30 yaşında funksiya nədir? Qoruma funksiyasıdır. Daha çox biz ona fokuslanmalıyıq. 40 yaşlarında isə 40 yaşlarında, yəni 40-dan artıq biz bunu fikirləşməliyik. Qoruma olmalıdır. Qoruma ilə yanaşı biz dərimizdə lipid bariyerini bərpa etməliyik. Bir də elastik, bu hissənimizi unutmamalıyıq. Yəni birbaşa bu elastin liflərinə, kollagenə demək siqnal verən məhsullar seçməliyik ki, yəni həddindən artıq bu qırılmaları görməyək. Və ona görə də burada biz xüsusilə siqnal peptidləri seçilməlidir ki, bu yaşda bu peptidlər dəriyə yeni elastin, kollagen sintez etməsi üçün lazım olan əsas aktiv maddələrdir. Yəni bunların həddindən artıq, hətta bu şəkildə göstərərdim ki, bu kollageni sintez etməsi üçün, bu fibrosat elastikliyi qaytarılması üçün, yəni siqnal ötürücünü bizə peptidlər yerinə yetirir. Və ona görə məhsul peptidlər bu yaşda xüsusilə bizim üçün ən önəmli məhsullardan hesab olunur. Elə bir məhsul seçilməlidir ki, tərkibində seramid, skvalan adlı maddələr olmalıdır. Seramid, skvalan bunlar lipiddirlər. Yəni hansı lipiddirlər? Baxın, buranı bir-birinə birləşdirən lipidlər. Və məhsul seçərkən elə bir məhsula biz fokuslanmalıyıq ki, həmin bax bu çöküntü var. Bunu birləşdirən skvalen və demək seramidlər olsun. Yəni yağlar olmalıdır. Yəni dərimizin öz təbii yağına oxşan yağlar olmalıdır ki, həmin nahiyəni bərpa etsin. Bərpa olunmalıdır ki, dəri öz qoruyucu bariyerini yenidən bərpa edə bilsin. Və bu devirdə xüsusilə dəri yenilənməsi çox zəif getdiyi
etdiyi üçün, ümumiyyətlə hüceyrə dövriyyəsi zəifləyir. Yəni hüceyrə dövriyyəsi demək olar ki, çox zəif olduğu üçün biz eksfoliasiya, yəni dərinin yenilənməsi üçün biz peelinglərə, maskalara üstünlük verməliyik ki, bunlar da həftədə bir-iki dəfə olmalıdır ki, hüceyrə özünü dövr edə bilsin. Yəni qan axınımız yaxşı olsun. Və bunun üçün də önəmlidir ki, xüsusi maskalara, hansı ki, əslində bu 40 yaşlı, 25 yaşlılara da burada önəmlidir demək peelinglər. Burada biz yaşa görə fərqlənirik. Məsəl üçün bu yaş dövründə məsəl üçün bu maskanı istifadə etsək, burada həm demək dəri yenilənməsi sürətlənir. Bundan əlavə də hüceyrə dövriyyəsində aktivlik başlayır və buna görə də məsəl üçün bu yaşda daha önəmlidir. Enzimatik peelingimiz var, nar ekstraktı. Bunu xüsusilə mən 25-30 yaşlı kateqoriyada tövsiyə edirəm ki, yenə də 30 yaşda, 25 yaşdan sonra yenilənmə çox gec, uzun müddətli olduğu üçün bizim dərimizdə həmin o ölü hüceyrə qatı həddindən artıq çox ola bilər. Və burada 40 yaşda da mütləqdir ki, yenə də biz elə bir tərkiblər, çünki biz dedik ki, burada yenə də qoruma olmalıdır. Qoruma da nə ilə olur? SPF-dir, bir də antioksidantlardır. Yenə də həmin məhsulları biz bu yaş kateqoriyalarına əlavə edə bilərik. Və bu antioksidant kompleksimiz var ki, Sabiran kod olan, bunu da 40 yaşlara gözü yumulu şəkildə verə bilərik. Çünki tərkibindəki olan vitamin C və ferol turşusu çox güclü olduğu üçün və burada bizə qoruma funksiyasını yerinə yetirir. Məhsullara gəldikdə maska haqqında danışdıq. Əlavə olaraq yenə SPF-dir, Sabiran koddur. Bunlar çox önəmlidir. Bundan əlavə pepsid tərkibli, məsəl üçün xronolog seriyasından seçə bilərik ki, çünki biz bu yaşda nəyə fokuslanmalıyıq? Bax, bunların bu vəziyyətə düşməməsinə, yəni sıx şəkildə qalmasına, dərinin baxın bu qədər bir-birindən aralı şəkildə olmamasına üçün biz xronolog seriyasından istifadə edə bilərik. Sonra dedik ki 40 yaşdan sonra 50 yaşda proses olaraq nə baş verir? Xüsusilə 50 yaşda və hormonal dəyişikliklər nəticəsində kəskin şəkildə kollagen itkisi baş verir. Dəri strukturu demək olar ki pozulur. Yəni demək olar ki dəri birdən gravitasiyaya uğrayır. Yəni dəri həddindən artıq aşağı düşür, aşağı çəkir və dərinin üz quruluşumuzda belə dəyişiklik görürük. Və o da əlbəttə ki bizim hormonal dəyişikliklərimizlə əlaqəlidir, yaşımızla əlaqəlidir. Yəni hamısı bir-birindən bağlıdır. Bu yaşda xüsusilə nə baş verir? Xüsusilə dəri baryeri nəzilir. Və bu 50 yaşda demək epidermis bir-birindən o qədər aralı olur ki, hüceyrələr bir-birindən görün nə qədər boşluqlar var ki, hətta burada dəri o qədər nəzik olur ki, o çox həssaslaşır. Hətta belə bir dəfələrlə üzləşə də bilərsiniz. Əvvəllər mənim dərim belə deyildi. 50 yaşından sonra çox həssaslaşıb, hər şeyə reaksiya verir. Məhz onun səbəbi, baxın, bu lipid bariyerinin bu dərəcədə aşağı düşməsi. Yəni, kərpiçlərin bir-birini saxlaya bilməmə qabiliyyətidir. Çünki tərkibində bizim yağımız bədəndən azaldığı üçün bu şəkildə olur. Bundan əlavə, bununla da rastlaşa bilərsiniz ki, artıq məsəl üçün 5 il əvvəl istifadə etdiyim, daim istifadə elədiyim krem artıq və yaxud da serum indi mənə təsir etmir. Məhz burada səbəb həddindən artıq bu vəziyyətə gəlməsidir. Baxın, 50 yaşında kəskin kollagen itkisi baş verdiyi üçün menopauzadan sonra ilk 5 ildə kollagenin ehtiyatının təxminən 30%-ni itiririk. Yəni, bu az bir rəqəm deyil. Və 30%-ni itirdikdən sonra əlbəttə ki, burada bizim üz ovalımızın belə pozulmasını müşahidə etmək olar. Yanaqlarımızın həddindən artıq aşağı düşməsi, çənə xəttimizin sallanması məhz bununla əlaqəlidir. Və epidermisdə də burada ən önəmli bizim diqqət edəcəyimiz əsas məqam epidermisdir ki, o qədər nəzilir ki, kövrəkləşir ki, hər an qıcıqlana bilər. Və ona görə də bizim əsas məqsədimiz burada nə olmalıdır? Dərimizin strukturunu geri qaytarmaqdır və lipidimizi bərpa etməkdir. Yəni, struktur olaraq, baxın, bunu bərpa etməkdir, bir də lipidimizi geri qaytarmaqdır. Və bunun üçün də
çox şiddətli şəkildə sebuma, nəm əksikliyi olduğu üçün dəri özü də təbii yağ istehsalını azaldığı üçün dəri çox quruyur və quruma prosesi 50 yaşda həddindən artıq çox müşahidə etmək olur. Ə, Bu zaman biz nə edirik? Bu zaman məhsul olaraq mütləqdir ki, tərkibinə baxmalıyıq. Və tərkibinə baxmaq üçün tərkibində elə məhsullar olmalıdır ki, nəmlilik saxlama qabiliyyəti yüksək olsun. Və yaxud da üz yuma məhsulları seçərkən tərkibində təbii yağ turşularından zəngin olmalıdır və daha çox bitki mənşəli olmalıdır ki, dəri həssasdır, qıcıqlandırıcı məhsullar olmamalıdır. Yəni dəri daha çox sakitlənməlidir, nəmliliyini daha çox saxlamalıdır və xüsusilə də dəri öz strukturunu bərpa etməlidir. Və bunun üçün də məhsul olaraq nə seçməliyik və xüsusilə bu yaşda biz daha çox fokuslanmalıyıq ki, biz boyun dekolte hissəmizə də nəzərimizdən unutmamalıyıq ki, elə bir məhsullar seçilməlidir ki, yəni burada həm dərinin strukturu bərpa olmalıdır. Məsəl üçün, burada yerləşdirdiyimiz məhsullardan Wellness C seriyasından danışaq. Bu yaşda xüsusilə bu məhsul mənim diqqətimi çəkir. Bunun həm serumundan, həm nəmləndiricisindən istifadə edə bilərik. Çünki tərkibində elə bir maddələr var ki, gliserin var. Burada su tutma qabiliyyəti çox yüksəkdir. Biz dedik ki, 50 yaşında nəm itkisi həddən artıq çox olduğu üçün biz elə bir məhsul seçməliyik ki, nəm saxlama qabiliyyəti yüksək olsun. Demək, bu Wellness seriyasının içərisində var və xüsusilə elastiklik, yəni struktur pozulubdur. Elastikliyi bərpa etmək olmur. Tərkibindəki olan dəniz yosunlarında, pullan sayəsində, laminariya sayəsində həmin o elastikliyi qaytarmaq yəni mümkündür. Əlbəttə ki, bundan biz bir həftəyə, 2 həftəyə, bir aya nəticə ala bilmərik. Yəni uzun müddətli olmalıdır, davamlı şəkildə olmalıdır. Dekolte hissəmizi dedik unutmayaq, xüsusilə bu yaşda çox nazik olduğu üçün dekolte boyun hissəsi, xüsusilə biz demək olar ki, unuduruq və qadında da həmən bu hissə nazik olduğu üçün gözə çarpan olur. Və burada da mütləqdir ki, xronoloq seriyasına xüsusilə ayrıca boyun üçün hazırlanmış məhsul var ki, yenə də bu həmin o strukturu bərpa etmək mümkündür. Məhsul seçərkən, nəmlənmə seçərkən və yaxud da burada üz yuma da biz qoya bilərik ki, biz tərkibinə baxdıqda biraz omega yağ turşularla zəngin olan bir məhsul olmalıdır. Çiğ yağ olmalıdır, skvalen olmalıdır. Çünki burada bariyerdə lipid yoxdur. Və 50 yaşlı insanlarda və ona görə məsəl üçün bu omega 3 yağ turşusu olan məhsullar var ki, məsələn üz yumadır, məsəl üçün qida nəmləndiricidir. Bunu da bu yaşlara biz tövsiyə edə bilərik. Və bilirsiniz ki, şirkətdə primer var. Bunu burada qoymağımın məqsədi ondan ibarətdir ki, tərkibi çox güclüdür. Bəli, əslində bu primer kimi nəzərdə tutulubdur. Lakin bunun primerlə yanaşı, əgər biz dərimizə tətbiq ediriksə də, tərkibində çox güclü turşular var ki, hansı ki, bu da bəzi proseslərlə mübarizə aparır. Gəlin baxaq, ən sevdiyim tərkibində demək tranexamid turşusu var. Tranexamid turşu çox məşhur, populyar bir turşudur. Ləkələrlə mübarizədə çox önəmli bir turşudur və bu məhsulda qoymaqda, yəni şirkətin əsas məqsədi ondan ibarətdir ki, insanlar çox məhsulları üst-üstə tətbiq edə bilmirlər. Bundan əlavə mandalin turşusu var, rəng açıcı, dəri tonunu bərpa etmək üçün və hər ikisi qıcıqlandırıcı bir turşu deyil. Bəzi turşular var ki, dəriyə çox qıcıqlandırır bilərlər və 50 yaşda xüsusilə bu turşuları istifadə etdikdə dəri qıcıqlanmır, lakin o strukturunu geri qaytarmaq mümkündür. Və bu məhsulu biz məsəl üçün bu yaşda insanlar makiyaj edərkən o dərinin çox qırışlara məruz qaldığı üçün hansısa bir tonalnidirmi və bunlar dəridə tam otura bilmir. Məsəl üçün qırışlara da ola bilir. Lakin bu primerə biz istifadə etdikdə bu çox şaxəlidir. Yəni buna sırf primerdir deyə baxmayaq. Çünki iş olaraq adı primerdir və görürsünüz üstündə də yazıb ki, anti-age. Çünki tərkibindəki olan güclü niatinamid bu turşular sayəsində həm dəridə olan o
hansı ki 50 yaşında olan o mexanizm var. Onları başlayır bloklamağa, pigmentasiya varmasa açmağa. Bununla yanaşı primer kimi də öz işini görür. Dəri bu məsəl üçün tonalinin o dərin qırışlara tam dolmamasının qarşısını alır. Və ona görə də mütləqdir ki, biz məhsul seçərkən bu məhsulu da 50 yaşlı qadınlara xüsusilə tövsiyə edirik ki, həm demək dəri, makiyaj yaxşı oturur dəridə, daha insan gənc görsənir. Bundan əlavə də tərkibindəki olan güclü aktiv maddələr sayəsində dəriyə lazım olan prosesi biz qarşılayırıq. Xüsusilə pigmentasiyadır bu. Və dəri yenilənməsidir, bariyerdir. Yəni tərkibi çox güclü aktiv maddələrlə zəngindir. Və ona görə də mütləqdir ki, 50 yaş üçün qulluq strategiyasına bu məhsullar daxildir. Və sual ola bilər ki, SPF burada yoxdur. SPF xüsusilə önəmlidir. Yəni bunu burada tam vurğulamıram. SPF hər kəs üçün önəmlidir. Yəni sual yaranmasın deyə ki, və burada qoymamısınız. Xeyr. Yəni SPF-i biz hər kəsə tövsiyə edirik. Lakin burada 25-30 yaşlı insanlara xüsusilə, yəni mənim dərim yaxşıdır, heç nə olmur mənə. Bəli, ola bilər ki, heç nə olmur. Lakin 35-40 yaşından sonra sən bəzi istəmədiyimiz dəri fəsadlarını biz görə bilir və ona görə də hər yaşda biz lazım olan aktiv maddələri düzgün şəkildə tərtib etməliyik. Əslində bizə müraciət edən insanlarda biz nəyə baxmalıyıq? Dərinin ehtiyac duyduğu maddəyə. Mən bugün danışdığım ümumi hər yaş üçün dəridə gedən bioloji prosesə uyğun olan aktiv maddələrdir. Lakin unutmayaq ki, bəzən olur ki, insanın həyat tərzi çox fərqli olur. Məsəl üçün peptidləri götürür. Yəni burada ümumi protokolda bəli, biz məsələn 40 yaşdan 35 yaşdan sonra tövsiyə edirik. Lakin elə bir insan həyat tərzində yaşayır ki, artıq buna peptidə ehtiyacı var. Dəri strukturu pozulubdur. Yəni bunu da unutmamalıyıq. Xarici faktdır və bizim xronoloji yaşımız. Hər ikisini qarşılaşdırmalıyıq və buna uyğun biz insanlara məhsul təqdim etməliyik. Ümumi gəldikdə sırf dəri matriksini qoruyan ən önəmli maddələr peptidlərdir. Peptidlər hər kəs bilsin ki, yəni amin turşusunun zənciridir, kiçik amin turşunlar. Bunlar ümumiyyətlə reseptorlara, dəri reseptorlarına, hüceyrələrinə bağlanaraq həmin o kollagen liflərini, hansı ki yenə göstərə bilərəm. Baxın, bu kollagen liflərinin bərpa olunması üçün lazım olan aktiv maddələrdir. Yəni peptidlər artıq dermatologiyada, kosmetologiyada ən önəmli aktiv maddələrdən biri hesab olunur. Gialurun turşusu, yəni çox önəmli bir turşudur. Yəni bunda məhsullarımızın demək olar ki, əksərinin tərkibində var. Bunlar da dəriyə daxil olduqda dərimizə demək həcm verir. Seramidlər önəmlidir. Seramidlər nə üçün önəmlidir? Baxın, bunu bərpa etmək üçün. Yəni bu görürsüz aralar necə boşluqdur. Seramidlər bizim dərimizin bir-birinə bərkiməsi üçün lazım olan belə deyim, sement rolunu oynayır. Yəni kərpiclərin bir-birinə birləşməsi üçün bizə sementə, yəni bu seramidlərə ehtiyac var ki, bunlar da əgər birləşirsə də, dəri hamardırsa da, dəridən buxarlanma prosesi baş verməyəcək. Ona görə də aktiv maddələr çox önəmlidir. İnsanlara biz məhsul təqdim edərkən onun hal-hazırda hansı vəziyyət, hansı xarici mühitə məruz qaldığı və bununla yanaşı bioloji yaşını da unutmamaq lazımdır. Hörmətli əməkdaşlar, sonunda bunu demək istəyirəm ki, sağlam və gənc görünüşlü dəriyə hər yaşda mümkündür. Lakin əsas şərtimiz nə olmalıdır? Əsas şərtimiz bizim ehtiyaclarımızı anlamaqdır. Ehtiyac deyərkən, yəni bizim dərimizin nəmə mi ehtiyacı var, seramidə mi ehtiyacı var, turşulara mı ehtiyacı var? Əgər biz əsas şərt, yəni dərimizin ehtiyacını anlayıb, ona düzgün şəkildə də yanaşsaq, əlbəttə ki, biz dərimizə daha sağlam və gənc görünməsinə sahib ola bilərik. Və əsas məqsəd burada nə olmalıdır? Yəni bu proses, sadaladığım hər bir şey ardıcıl olmalıdır.
Mən dəfələrlə deyirəm, bu hər bir yerdə belədir. Yəni sırf dəri baxımı deyil, bu bizim qidalanmamız olsun, hər bir şeyimiz olsun daxildən. Ümumiyyətlə bir insan sağlam dəriyə sahib olmaq istəyirsə də, sağlam bədənə, sağlam orqanizmə sahib olmaq istəyirsə, bu ardıcıllıq uzun müddət olmalıdır. Yəni bir iki gün edim, 3-4 gün etməyim, sonra yenə edim. Bundan nəticə almaq mümkün deyil. Və ona görə əsas şərt nə olmalıdır? Dərinin ehtiyaclarını anlayıb düzgün məhsullar seçmək və bunlar hər biri ardıcıllıq şəkildə uzun müddətli olmalıdır. Əgər bunların hər birinə riayət etsəniz, əlbəttə ki, biz sağlam və gənc dəriyə sahib ola bilərik. Və hər bir yaşda dərinin öz gözəlliyi var. Əslində heç bir kəs yəni qocalmadan qorxmamalıdır. Biz xüsusilə dərimizi hər yaşda baxımlarını düzgün etməliyik və xüsusilə hər yaşın özünün ehtiyac duyduğu aktiv maddələrə tətbiq etməliyik. Əgər biz bu şəkildə riayət etsək və inanın ki, hər yaşda öz dərimizi sevəcəyik. Hər birinizə təşəkkür edirəm təlimə qoşulduğunuz üçün. Ümid edirəm ki, maraqlı təlim oldu. Və bəlkə də qaranlıq qalan yerləriniz var idi və bu təlimdən sonra o suallarınıza cavab tapa bildiniz. Sağ olun, gələn təlimdə görüşmək ümidi ilə.